Yəni bütün enerjilərini qoyublar, bütün güclərini qoyublar. İndi çox maraqlı bir final izləyəcəyik. Hər iki idmançının kifayət qədər azarkeşi var. İdmançıların bir-birləri qarşısında üstün və ya belə deyək, zəif deməyək, üstün tərəfləri deyək. Biz məsələyə güclü tərəfdən yanaşaq. Üstün tərəfləri Hacı Murad daha təcrübəlidir, daha beynəlxalq təcrübəsi çox olan idmançıdır. Yəni belə deyək, Azayev, Tural kimi rəqibləri çox görüb. Yəni onun üçün o qayda adi bir şey deyil. Turalın isə həm çəkisi, həm fiziki baxımdan, bir də prinsipial döyüş baxımından üstün bir tərəfi var. Maraqlı qarşılaşma olacaq. Bəli. Çox maraqlı qarşılaşma olacaq. Tural var gücünü yəqin ki toparlayıb bu final görüşü üçün. Yarım finalda Qafar Zayeviç bir dəqiqə keçmədi, məğlub etdi. Bəli, o Qafarı çox yaxşı tanıyırdı. Yəni zəif yerini bilirdi ki, Qafar ayağı tez verir, ağrıdıcı fəndə. O da ondan istifadə elədi məharətlə. Tural Azayev ümumiyyətcə ağıllı güləşən qreplerdir, çox ağıllı qərarlar verir. Hər iki idmançının oxşar cəhədudur ki, hər iki idmançı çox səbirli və çox səbirli mübarizə aparan. Yəni məqamı gözləməyi bacarır. Bəli, bu baxımdan çox oxşardılar. Maraqlı görüş gözləyir bizi, yəni burada hər bir şey ola bilər. Grappling qarşılarının final qarşılaşması, hörmətli tamaşaçılar. Çempion kəməri görək hansı idmançının olacaq. 8 dəqiqəli bir qarşılaşma və dərhal Azayev onu parterə dəvət edir. Dəfələrlə Hacı Muradı bu günləri parterə dəvət elədilər. Hər birdən məğlub ayrıldı görüşdən. Turalın bəlli ki bir planı var. Bildiyi nəsə var hər halda. Bəli, ona görə dərhal həmin pozisiyada güləşməyə üstün tutub. Half-guard pozisiyasında indi güləşir Tural. Çox güman ki, yəqin ki, görüşdən qabaq hazırlaşıb. İndi sürüşmə fəndi, sweep fəndi eləyə bilər. Risk eləmir sadəcə Tural. Bu bərpa prosesi üçün yetərli oldu mu bu yaranmış fasilə idmançılar? Müəyyən qədər, tam deməyək, bu müəyyən qədər oldu. İlk dəqiqələrdə amma bu özün göstərəcək. Yorğunluq özün göstərəcək. Amma artıq final görüşüdür. İtirəcək bir şey yoxdur. İtirəcək bir şey yoxdur. Hər iki idmançı tam enerjinin. İndi Tural çox yaxşı bir vəziyyətdədir. Ayağı ağrıdıcı fənd eləməyə cəhd eləyir. Hacı Murad fiziki baxımdan çox hazırlıqlıdır. Ona görə düşünürəm, elə asanlıqla ayağını verməyəcək ağrıcı fəndlərə. Texnika baxımından Tural daha üstündür. Yəni parter texnikası daha mükəmməldir, daha səliqəlidir Turalın. Yəni hər hansı bir boşluq, hər hansı bir idmançı tərəfindən olan boşluq, yəni məğlubiyyətə gətirib çıxarda bilər. Belə bir görüşdür bu. İndi Hacı Murad guard pass eləmək istəyir. Rəqibin ayaqları arasından çıxarıb side kontrol vəziyyətinə gəlmək istəyir. Yəni yandan nəzarət eləmək istəyir Tural Azayevə. Hələ ki nəzarət Turaldan. Turalın belə də göstəriciləri də üstündə ayaqları uzundur, əlləri uzundur və daha rahat pozisiyalarda hərəkət edə bilir. Yəni nəzarət edə bilir Hacı Murada. Bəli, ağrıdıcı fənd. Bəli, ağrıdıcı fənd. Tural götürdüyündə qolu ağrıdıcı fənd. Hər şey ola bilər burada. Və təslim oldu. Bəli, Hacı Murad təslim oldu. Yəni gözlənilməz bir şey oldu. Çox maraqlı bir şey baş verdi. Yəni həqiqətən çox maraqlı və ani bir səhv bayaq qeyd etdiyim kimi ani bir boşluq. Bildiyi var idi və ona təklif etdi. Ani bir boşluq Turalın qalibiyyəti ilə başlayacaqdı və Hacı Murad heç gözləmirdi bunu. Bir sürpriz oldu Turalına və bütün görüşləri qola ağrıcı fəndlə başa vurub Tural. Həqiqətən layiqli qələbə idi. Təbrik edirik Turalı. Həqiqətən gözəl qələbə idi.
Tural Azayev grappling yarışlarının qalibi Fight for Glory. İlk dəfə keçirilən bu döyüş gecəsinin grappling yarışlarının qalibi olur. Və az əvvəl də bildirmişdik, silahlı qüvvələrimizin də əməkdaşıdır Tural Azayev. Təbrik edir Turalı. Afərin, həqiqətən layiqli qələbə idi. Qalib kəməri ona təqdim olunacaq. Təkrar görüntüləri izləyirik. Və bu da Hacı Muradın təslim olduğu həmin o məqam və indi çempion kəməri idmançıya təqdim olunacaq. Təbriklər Tural Azayevə. İkisi Nadir İmaməliyevdən təbrik elədi. Çox maraqlı görüşlər keçirdi Tural Azayev. Bəli, çox çətin görüşlər. Hər iki idmançı çətin görüşlər keçdilər. Tural Azayev də yəni çox çətin gəldi finala, amma finalda bir əzmkarlıq nümayiş elətdirdi. Yəni həqiqətən hər şey onun istədiyi məcrada getdi. Bəli. Təklif elədiyindən aldı. Bəli, təklif elədi və istədiyi texnikanı həyata keçirdi. Qola ağrıcı fənd elədi. Yəni özü də biraz belə arxain deyildi, amma mükəmməl yerinə yetirdi. Və bütün görüşləri həmin fəndlə, qola ağrıcı fəndlə keçirdi. Çempion ürək sözlərini dinləyək. Əsl hərbiçi çıxışıdır. Bəli. Hərbiçimiz. Bəli, hərbiçimiz Tural Azayev. Mən burada əsas qanatlarımı öz müəllimim Nadir İmaməliyevə təşəkkür edirəm. Biz bu yarışa aylarla hazırlaşırıq. Hər gün əziyyət çəkirdik. Biz inanırıq ki, bizim komanda bu gün necə düzülüb elədirsə, əvvəldən bütün məşqimizdən biz onu oynamışıq. Müəllim, biz bunu elədik. Biz bunu elədik. Bu gözəl güləşə görə təşəkkürümü biliyorum. Onun komandasına təşəkkürümü biliyorum. Acıqlar heç vaxt mənlə güləşməmişdir. Mən qaçmanca mənim acıqlarım güləşdə belə gedir. Və özümü aylarla da bu gün hazırlayırım. Və inanırım ki, bu günləri öz sözümü, öz müəllimimin öyrətdiyi sözümlə burada icra edəcəm. Və şükürlər olsun Allah ki, bu gün olur. Və sonunda buradan bütün ailəmə, atama, anama, övladlarıma, anəmin, müəllimə, bütün hər kəsə öz sağlamlarım. Yarışlı təşkilatçıları ilə xatirə şəkli çəkirlər.